Ailə daxilində xoş rəftar var, bir-birinə can deyib can eşitmək. Bu xoş rəftar qədər küçədə bayırda onun bunun üzünə gülməyin sən Allaha yaxınlaşdıra bilməz. Ailənin daxilində olan o xoş əxlaq qədər. İbadətin əsası ailəyə xidmətdir, sonra cəmiyyətə. Bəziləri var, çıxır ona buna xidmət edir. Deyir, nə qulluğum, gedək çörək yeyək, gedək ona gülür, buna gülür. Elə bilir, böyük bir xidmət göstərir. Əgər bunun ailədə münasibəti bərbadsa, bu gülüşlər hamısı hoqqabazdır. Hamısı boş-boş hilədir, Allahı aldada bilməyəcək. Onun şəxsiyyətinin güzgüsü ailədəki münasibətlərdir. Xanımına gündə gördüyün adam var, gözünü açırsan, onları görürsən. Oyla əxlaq saxlamaq çətindir. Yoxsa küçədə dostlar, hamı öpüşür, qucaqlaşır, deyirsən, maşallah, nə qəşəng. O Allaha lazım, demirəm bu lazım deyil, ondan sonra bu lazım. O iş ailə daxili iş səhmanında olsa, ictimai münasibətlər dəyər tapır, dəyər qazanır. Kişi ehtiyac görmür ki, ona gündə desinlər ki, səni çox istəyirəm. Ona ehtiyacı yoxdur kişinin. Qadının buna ehtiyacı var ki, ona deyəsən səni çox istəyirəm. Kişi özü ilə müqayisə edir, deyir, axı nə xəbərdir? Bir dəfə də evlənmişik. Birinci gün dedim, da istəməsəm evlənməzdi. Da indi nə ehtiyacı var, hər dəfə bunu deyim. Özünün ki ehtiyacı yoxdur, elə bilir onun da ehtiyacı yoxdur. Amma o eşitmək istəyir o sözü. O eşitmək istəyir, dava düşür ki, sən mənə diqqət eləmirsən. Bu da başa düşmür ki, ay Allah, bu nə istəyir mənim canımdan. Mən axı buna, adama nə qədər deyərlər ki, bir dəfə elə evlənməyimin mənası budur ki, səni çox istəyirəm. Vəssalam. Amma bunun psixologiyası, quruluşu belədir ki, bunu eşitmək istəyir. Qadının ürəyi tez sınır. Kişi də bunu başa düşmür. Deyir, nə oldu, buna elə bir söz dedin, adamın da elə bu sözdən ürəyi sınar. Sən adam deyib ümumiləşdirmə. İki növ adam var, bunu yaddan çıxartmayın. İki növ adam var. Bunu bir dəfəmlik bilək. Kişi növü var, qadın növü var. Kişinin ürəyi sınmaz denən bu sözdən. Sən özünlə onu müqayisə eləmə. Onu fərqli yaradıblar, səni fərqli. Sən demə, nə oldu elə hər sözdən bu incir? Sən gərək inciməyəsən kişisən, amma o gərək incisin qadındır. O inciməlidir. Onun ruhunun lətafəti, incəliyi, zərifliyi bundadır.